Salam əziz tələbələr, hər vaxtınız xeyirli olsun. Mən Əli Ələkbərzadə. Bugün sizə şad xəbərim var. Balı az olan tələbələr ekran yaxın əyləşsin. Çünki bugün təqribən 6 saat vaxtım alan PDF-i sizlərə təqdim eləyəcəm. Bilirsiniz ki, bu il imtahan çətin oldu və balların yüksək olmadığını nəzərə alaraq balı az olan tələbələr üçün də belə PDF lazımdır ki, o tələbələr hara qəbul olub olmayacağını bilsinlər. Çox vaxtınızı almayacağım. Təqribən 9-10 dəqiqə ərzində fikrimi ifadə edəcəm ki, vaxtınız çox getməsin və bu PDF-də 100-dən çox slayd var və bütün ixtisaslar üzrə ən minimum keçid balları göstərilib. Əvvəlcə onu qeyd edib, PDF istəyən tələbələr, baxın burada nömrə qeyd olunub. Bu nömrəyə və yaxud da 070 856 54 16 mənim öz nömrəmdir. İki nömrədən birinə plus PDF yazsanız, bu video bitən kimi mən sizə bu PDF-i göndərəcəm. Ümumiyyətlə bundan əlavə olaraq bu video bitən kimi də videonun rəylərində də elə bu plus PDF yazsanız, biz də sizə PDF-i göndərərik. Çünki burada bütün ixtisasların minimal balları qeyd olunub. Bunu deyib davam edirəm. İndi fikir verin bura diqqətlə. Burada fikir verirsinizsə, yazılıb minimum keçid balı 30 və 40. Bəs hardan bilək ki, hansı ixtisasların keçid balı 30-dur və 40-dır? Gəlin onları mən sizə göstərim. Ümumiyyətlə burada yenə deyirəm 100-dən çox slayd var və bütün ixtisasların hamısının minimal keçid balı göstərilib. Gəlin başlayaq, amma əvvəlcə onu qeyd edeyim ki, burada bəzi lazım məlumatlar var, onları mütləq bilməlisiniz. Məsələn, ixtisasların minimum keçid balları. Baxın, burada qeyd olunub MBA keçid balı minimum 45-dir. Humanitar ixtisasların keçid balı minimum 50 baldan başlayır. Fikir verirsə, pedagogika 40 baldır. Bu heç, bu öz yerində. İdman və incəsənət. Burada görəcəksiniz hamısı 30 baldır və dəqiq elmlərsə 40 və bəzən 45 baldır. Onları birazdan biləcəksiniz. Burada bir uzun məlumat var. Bunu da özünüz oxuyarsınız, mən demirəm. Bu hissəni oxuyarsınız. Mən bunları deyib vaxtınızı almayacağım və davam etmək istəyirəm. İndi gəlin başlayaq. Keçid balı 40 bal olan ixtisaslardan. Əvvəla onu qeyd edeyim ki, baxın, burada yazılıb məsələn geologiya mühəndisliyi və onun alt bölmələri. Neft-qaz hövzələrinin geologiyası, neft-qaz yataqları, bundan əlavə neft-qaz mədən geologiyası, filiz və mədən geologiyası falan bunlar hamısı keçid balı 40-dır. Yəni bilin ki, kimlər burada oxuyursa, onların keçid balları artıq 40 bal hesab olunur. Bundan başqa fikir verirsə, bunlar da eyni qayda. Bunlar hamısı keçid balı 40 baldır. Geofizika mühəndisliyi və alt bölmələri hamısı 40 baldır, minimum keçid balı. Bəs yaxşı, 45 bal yığan tələbə burada oxuya bilirmi? Oxuya bilir, o heç. Amma 40 baldan az olan tələbə buranı oxuya bilmir. Məsələ budur. Yəni ki, siz əgər balınız 40 baldan 40 bal və 40 baldan yüksəkdirsə artıq onlar buranı oxuya bilər, o öz yerində. Amma 40 baldan azsa artıq bunları oxuya bilmərsiniz. Bundan əlavə olaraq fikir verirsə, baxın bu ixtisaslar ki var, bunlar və bunlar, yəni dağ mədən mühəndisliyi və hidrogeologiya mühəndisliğinin alt bölmələri hamısı keçid balı 40-dır. Bundan əlavə onu qeyd edeyim ki, bəzi ixtisasların minimal tələbi 40 olsa da, 40 baldan qəbul olmaya da bilərsiniz. Çünki keçid balı 40 olsa da, məsələn, ayrılıb atıram 20 dənə boş yer, 20 yerdən məsələn kodlaşan tələbələrin minimum balı məsələn 44 bal oldusa, o zaman deməli oranın keçid balı 44 olacaq. Yəni 40 bal minimal keçid balıdır. Amma qəbul olmaq üçün kifayət eləməyə bilər. Bu da nəzərinizdə olsun. Bunun üçün zaten siz gəlin kodlaşdırmaya, bizlər sizə deyəcəyik ki, artıq harda nə var, haranı kodlaşdıra bilərsiniz. Onlar hamısını biz sizə məsləhət verəcəyik. Bağcı jurnalda və baxacağıq ki, haranı balı əvvəllər neçə olub, hamısını bizlər sizə deyəcəyik. İndi mən burada uzun-uzun sizin başınızı ağrıtmayacağım. Çünki burada 100-ə yaxın slayd var. Baxın, bunların hamısını bilmək üçün nə edəcəksiniz? İndi bir dənə mən buradan bu hissəni düzəldim. Aha, bu belə, bura belə. İndi fikir verin mənə. Baxın, burada çoxlu fikir verirsə ixtisaslar var. Da bunları hamısını bir oxumuram mən. Sizə bizə yazanda bir PDF-i göndərəndə zaten bunlara baxacaqsınız ki, hansının keçid balı neçə olub. Bunları mən keçirəm, gəlmək istəyirəm keçid balı 30 olan ixtisaslara. İndi fikir verin, 40 balıqlar hamısı burada qeyd olunub. Bunların öz yerində bunları bizdən alıb zaten oxuyacaqsınız. Bunlar heç və mən davam edirəm. Gəlmək istəyirəm keçid balı minimum 30 bal olan. Aha, burada baxın gəldi. Fikir verirsə buradadır. Məsələn, baxın, aqromühəndislik burada qeyd olunub. Qrafika, rejissorluqla bağlı ixtisasdan keçid balı 30-dur. Yəni ki, sən məsələn 29 bal yığsan, bura girə bilmərsən. Amma 30 bal yığsan, sənin bura qəbul olma ehtimalın var. Amma təbii ki, bu minimum keçid balıdır. Daha da yüksək yığsanız, daha da rahat pulsuzsa qəbul olma ehtimalınız da təbii ki var. İndi fikir verirsə, baxın,
30 ballar buradan başlayıb fikir verirsə, hamısının keçid balları burada qeyd olunub. Sizlər bunu bizdən istəyəndə zaten mən sizə bunun yanında dediyim kimi nə edəsiniz? Nömrələr burada qeyd olunub. Nömrənin bir dənəsi budur və 070 856 54 16 yazın və plus PDF yazın təbii ki. Bizlər isə PDF-i göndərək. Bunlar sizlərdə olsun. Bundan başqa fikir verirsə, baxın burada müzeyşünaslıq, bədən tərbiyəsi, idman. Burada bir də sadəcə məsələ var. Baxın idmanın keçid balı 30-dur. Bu öz yerində, bunu gördünüz. Bu təbii ki oğlanlar üçündür. Qızlar üçün olan idmanın keçid balı 40-dır. Bu nəzərə alına. Qızın keçid balı 40-dır, 40 baldır. Oğlanlar üçün isə 30-dur. Bunu unutmayın. Qızlar üçün 40 baldır. Oğlanlar üçün minimum keçid balı 30-dur. Nəzərinizdə olsun. Bundan başqa baxın. Burada qeyd olunub musiqi ilə bağlı dizayn, qrafika, rəssamlıq, kamança falan. Hamısı keçid balları 30-dur. Burada hamısı qeyd olunub. Bundan başqa əsəblər mən burada sizlər üçün bir il əvvəlki tələblərimizin uğurlarını paylaşmışam. İnşallah sizlərin də adı baxın gələn bu siyahıda olar. Təqribən 2 ay sonra yenə hazırlanan siyahıda da sizlərin adını bu siyahıda qeyd etmək istəyirəm. Bunlar əvvəlki tələblərimin uğurlarıdır, qəbul olduğum universitetlər və tələbələrin adları və soyadlar. Təbii ki, burada sizlərin tanışlarınız 100% ki var. Tələbələrin dostları, qardaş bacıları, qohum əqrəbaları gəlir kursumuza və gedib uğur qazanırlar. Bu da öz növbəsində. Burada bunlar da sizə göstərdiyimə görə artıq sonlara gəlib çıxırıq yavaş-yavaş. İnşallah təqribən burada qeyd etmişəm. Təqribən 2 ay sonra sizləri bu siyahıda görməyi niyyət eləyirəm. Bundan başqa əziz tələbələr, son olaraq bunu da deyim ki, əgər sizlər kodlaşdırmağı bilmirsə, çətinliğiniz varsa, bu nömrəyə yaza bilərsiniz və yaxud da mən özümə nömrəni bəlkə qeyd etmişdim, yaza bilərsiniz. Mən sizə kodlaşdırma köməyi göstərə bilərəm. Problem də yoxdur. Deməli, nə edirik? Bu video bitən kimi elə rəylər də PDF yazsanız, bizlər sizə PDF göndərə biləcəyik. İncə vaxt çox almıram. İnşallah PDF sizin üçün xeyirli və uğurlu olar. İnşallah sizdən uğurunu bizlər görərik. Yaxşı əziz tələbələr, bu videoluq bu qədər olsun. Sağ olun, salamat qalın.